Şam və közün müqayisəsi. İkisi də alovlanır, amma fərqləri var. Şamın alovu başındadır, közün alovu isə bütün canındadır. Bütün canını hopub. Şamın alovunu piliyəndə sönür. Közün alovunu piliyəndə isə biraz da alovlanır. Bu çox gözəl təmsildir. Sanki iki insan tipidir. Şam elə bir insan tipidir ki, hər hansı bir məqsədi, hədəfi seçib həyatında, amma o məqsəd həyat onun canına, qanına hopmayıb. Sadəcə bir həvəsdir başında. Kiçik bir maniyə, piləmə olan kimi hədəf, məqsəd usur gedir və həvəsdən düşür, sönür. İkinci insan tipi isə közdür. Hədəf, məqsəd onun bütün varlığını bürüyüb. Maniyələr ona gələndə nəinki sönür, əksinə biraz da alovlanır. Sanki közə piliyirsən. Sağ olun.